Yoldaşlar, bir daha xoş gördük. Mən sizə söz vermişdim ki, ICDL Teamwork'də Zoom-la bağlı suallara görə mən sizə əlavə video çəkib atacağım. Deməli, Zoom-un səhifəsinə daxil olduqda burada nə var? Burada indi məndə konferensiya, yəni görüş artıq başladıldığına görə belə bir işarədir. Sizdə isə görüşü başlat işarəsi ola bilər burada. Əgər görüşü siz başladırsınızsa, buradakı işarədən, yox, siz özünüz başqa bir görüşə qoşulmaq istəyirsinizsə, burada olan, sağda olan plus işarəsindən daxil olmalısınız. Orada da daha üzərində vurduqda sizə tərəf atılan, yəni sizin daxil olmalı olduğunuz görüşün linki və yaxud da kodu və s. qeyd olunur orada. Bu təqvim hissəsidir Zoom-un, bu isə ekranı paylaş hissəsidir. İndi mən görüşü başlatmışam ki, sizə müəyyən simgələri açıqlayım. Deməli, ekranda nəyi görürük? Səsdir, yəqin ki, bunu tanıyırıq hər birimiz. İkinci video hissəsidir, yəni üzərində vurup videonu dayandırmaq və yaxud da videonu aç deyirsə, üzərindən xətti götürürük, bir dəfə toxunub və video açılır. Mikrofonu bağla deyirsə, üzərinə tıklayırıq, bağlandı. Aç deyirsə, üzərində vururuq, xətt gedəndə açıldı. İştirakçılar deyirsə, iştirakçılar bu hissədədir, adam modellər olan buradadır. Bir də sizdə orada iştirakçılarla bağlı, yox, orada sizdə belə bir sual çıxa bilər qarşınıza ki, demək, görüşün linkini paylaş. Bax, burada iştirakçılar olan hissədə balaca oxu var küncdə. Oxu açırsınız, təkrar bir dedirəm. Baxın, görüşün linkini paylaş deyəndə iştirakçılarla buradan oxu açırıq. Kopировать ссылку приглашения. İkinci, orada sizdə ingilis dilində gələcəkdir, uzun söz. Linki köçür, bunu köçürürsünüz. Sonra chat bölməsi orada deyəcəkdir. Chat bölməsi burada üzərinə vuranda, bax bu tərəfdə eyni ilə sizin orada sualda da belə bir sual var. Deyir chat bölməsinə daxil olun. Burada vurursunuz, sağda açılır və yaxud da açıq görəcəksiniz. Deyir ki, orada filan kəslə çata başla və yaxud da filan kəsə filan sənədi göndər. O zaman burada bir dəfə, bax burada сообщение hissəsində, indi mən sadəcə salam sözü yazıram. Baxın, salam sözü yazdım və göndər düyməsinə sıxdım. Orada sizdə boşluq olacaq, sizdə heç bir söz yazmağa ehtiyac yoxdur. Sadəcə burada tıklayacaqsınız, yazı özü düşəcəkdir. Həmçinin kimə göndərirsinizsə, onun adını da burada yer olacaq, qeyd edəcəksiniz. İndi məndə iştirakçı olmadığına görə məndə ad yoxdur. Göndər düyməsini vuracaqsınız və həmin söz düşür bura, sonra təsdiqləyirsiniz. Sonra eyni zamanda sizdə orada bununla bağlı nə var? Həmçinin orada sizdə ekranı paylaş, Zoom-da ekranı paylaş. Yenə də Teams-də olduğu kimi Zoom-da da görürsünüz, üzü yuxarı ox var, podelitsa deməkdir bu, ekranı paylaş deməkdir. Burada da demək, üzərinə oxun, vurursunuz. Ekranı, deyək ki, deyir, ekranda sənədi paylaş deyirsə, bax bu hissəyə baxırsınız və yaxud da aşağı hissədə olacaqdır. Hansı səhifəni paylaş deməsindən asılı olaraq Word-dümü, sonrası Word-isə sənədin adını qoyacaqdır, ekran deyirsə ekranı qeyd edəcəkdir, Windows sözünü görürsünüzsə ekranı paylaş deməkdir. Yəni, uyğun sizdən istədiyinə görə də demək, onu seçirsiniz, üzərində vurursunuz. Sonra burada nə var? Görüşü başlat, yəni yazıya al, Zoom görüşünü deyirsə, buradan zapis düyməsini vurursunuz və demək, görüşü başladırsınız və yaxud da sonlandırırsınız. Sonra başqa orada sizdən nələr soruşula bilər və salam. Zoom-la bağlı bu qədər. İndi məndə Zoom-u bağlamaq üçün indi biraz Zoom-a yeniliklər gəlibdir, belə bir işarədir. Sizdə isə qırmızı end işarəsi var və yaxud da qırmızı ilə kiçik bir söz yazılıb. Üzərində vuracaqsınız. Buranda belə bir yenə də səhifə açılır. Orada deyir ki, Zoom-u hər kəs üçün bağla. Uzun olan yenə də sözü vurursunuz. Teams-dən fərqli olaraq burada hamı üçün bağla deyirsə, yuxarıda olan sözü vurursunuz. Teams-də isə aşağıda olan sözü. Amma hər ikisində ən uzun sözü vurursunuz bağlamaq üçün. Ən uzun sözü. Yəni, bunu ipucu olaraq yadında saxlayın, yadınızda saxlayın. Sonra burada nə var? Bir daha chatla bağlı demək, sizə göstərmək istəyirəm eyni zamanda bu hissəni. Demək, əgər ссылка deyirsə, adamlar olan hissədə vurursunuz, ссылкanı götürürsünüz və
göndər məsələsi yoxdur orada. Sadəcə deyir ki, görüşün linkini götürün göndərmək üçün. Bu adamlar olan yerini oxuna vurdunuz, kopировать ссылку vurdunuz və salam. Təsdiqləyirsiniz. Sonra filankəslə çata başla, bu hissələrdə heç nə görmürsünüz. Bunun üzərində buranda belə bir səhifə açılacaq və bu səhifə, sağda açılan bu ağ səhifə sizdə demək görünməz olacaq. Onu görmək üçün, bax burada aşağıda da lift olacaq, sağa sola çəkilən lift. Yəni, bax bu yana, o yana belə çəkilən bir lift olacaq. O lifti sürüşdürürsünüz ki, bax bu ağ səhifəni görəsiniz. Sonra da bu tərəfdə, sağ tərəfdə də, aşağıda da lifti var bu hissənin, bax bu sualın. Sağda da lifti var. Sağdakını da aşağıya çəkməklə сообщение hissəsinə gəlirsiniz. O сообщение hissəsi nədirsə onu yerinə qoyursunuz və göndər düyməsini vurursunuz. Sənəd dedikdə də orada sancaq işarəsi olacaq. Sənədi yerləşdirib göndərirsiniz. Yəni Zoom haqqında başqa bir şey yoxdur. Bir də Zoom-un açılıb bağlanmasından gedir söhbət. Ona da bir daha vurğulayın. Demək, görüşü bitir, hamı üçün bitir deyirsə, o zaman daha uzun olan sözü, yuxarıda olan sözü, ağıl sözü var. Ağılı. O sözün üzərində vurub sonlandırırsınız. Bir də qeyd etdiyim kimi ekranı paylaş məsələsi var. Ekranı paylaş. Yenə də bunu vururuq, üzü yuxarı oxu. Ekranı paylaş deyəndə bizdən əgər deyirsə ekranda sənədi paylaş. Burada aşağıda bax bu kvadratlar ki, mən üzərində hərlədirəm. Sizdə orada sənəd ola bilər. Tutalım ki, hər hansısa bir sənəddirsə, sənədi. Yox, əgər nə bilim, burada sizdə bir deyək ki, PowerPoint istəyirsə, PowerPoint-i paylaşırsınız. Windows ekranı paylaş deyirsə, Windows yazılanı paylaşırsınız. Yəni bu qədər sadə. Vəssalam. Sonra da podelitsa aşağıdakı podelitsa sözünün düyməsini vurursunuz. Bax burada gördüyünüzü və ekranı paylaşmış olacaqsınız. İndi mən bu hissəni sonlandırım və digər bir məsələləri də sizə burada göstərim. Avtomatik səhifəni də çəkdi. Deməli, görürsünüz, bayaqları əyri oxu idi, çünki mən görüşü başlatmışdım. İndi isə görüş başlamadan öncə bax, belə bir səhifə gəlir. Əgər deyirsə, yeni görüş başlayın Zoom-da, demək, bu işarəni. Əgər deyirsə, mövcud olan görüşə qoşul plus işarəsini, Zoom-un təqvimindən danışırsa, Zoom-da təqvimi planlaşdır dərsi və yaxud görüşü planlaşdır deyirsə, təqvimin üzərində vurursunuz. Açılan təqvimdə, demək, görüşünüzü əgər deyirsə, filan tarixə planlaşdır, o zaman buradan tarix və saatları düzəldirsiniz. Təkrarlar deyirsə, təkrarlanan görüş deyirsə, yenə də bu hissədə повтор. Repeat. Repetitor sözü neyini? Repetitor nədir? Repetitor müəllimlər nə edir uşaqlara? Hər bir şeyi təkrarladır, düzdür. Repeat sözü təkrarlamaqdır. Harada repeat görsəz, əgər təkrarlanan görüş deyirsə, o repeat sözünü axtarırsınız. Sonra da сохранить düyməsini vurursunuz və sonlandırırsınız. Sonra yenə burada da ekran paylaşımı var.